Məni izləyən hər kəsi salamlayıram. Gününüz uğurlu olsun deyirəm. Bugün yenə qışa hazırlığım davam edir. Acı biber turşusunu qışa necə hazırlayıram, bunu sizlər üçün paylaşım etdim. Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyək. Həm asan, həm də tez başa gəlir. İlk öncə nə edirəm? Öz həyətimdən acı biberləri yığıram. Bu yıl acı biberim az oldu. Gördüm ki artıq qızarmaq üzrədir, qızarır. Dedim ki qoy yığım, az da olsa turşusunu hazırlayım. Necə qızardığını görürsünüz. Bunları da yığıram, yuyacam və qurudub toz istiot hazırlayacam bundan. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Həyətimdən biberləri yığdım. Bunları təmiz-təmiz yuyuram. Yuyandan sonra başlarını kəsib, bıçaqla bu formada kəsiklər atıram, acılığı çıxsın deyə. Səhifəmdə acı biber turşusunu bir başqa növdə hazırlayıb paylaşım etmişəm. İstəsəz izləyə bilərsiniz. Hal-hazırda tərəvəzlərin bol vaxtıdır. Bunu hər kəs edə bilər, çünki çox asan üsuldur. Qırmızı acı biberləri də yudum, podnisə yığdım, çünki bunları qurudub istiot hazırlayacağım. Bunların da üzərinə qaynanmış qaynar su əlavə edirəm. Qaynar su əlavə edəndən sonra əvvəlcə üzərindən boş qab qoyuram. Sonra da ağzını bağlayıram, soyana qədər saxlayıram. Qeyd edim ki, qaynar suyu əlavə edəndə içərisinə duz da əlavə edin. Mən də unutdum duzu. Biberlərimin rəngi həm sarı, həm yaşıl olduğu üçün belə rəngarəng alındı. Keçirik bankaya yığmağa. Bankamıza 2 ədəd dəfnə yarpağı, 2 diş sarımsaq, turşularımın olmazsa olmazı nanə və acı biberlərin suyunu sıxıb bir-bir yığıram. Düzdür, burada quru şüydü də unutmuşam çəkməyi. Siz quru şüydü də əlavə edin və yaxud cəfəri də əlavə edə bilərsiniz. Məndə cəfəri olmadığı üçün əlavə etmədim. Acı biberləri də hamısını bankamıza yığdım. 2 yemək qaşığı duz əlavə etdim bankamıza, 2 diş qənd əlavə etdim, 1 balaca armud stəkan alma sirkəsi əlavə edirəm. Qeyd edim ki, bankamız litr yarımdır və üzərinə qaynanmış su əlavə edirəm. Dediyim kimi, asan və tez başa gələn bir turşudur. Acı biber sevən insanlar üçün çox dadlıdır. Artıq qapağını bağlayıram. Turşumuz hazır oldu dəyərli izləyicilərimiz. Bir videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun, mənə də xoş olsun. Allah'a əmanət olun.